Deməli, bugün istifadə edəcəyimiz qayda sinuslar teoremidir və bu həndəsədə ən çox istifadə etdiyimiz düsturlardan biri sayılır və düstur bərabərlik bu şəkildə yazılır. İstənilən tərəf və onun qarşısındakı bucağın sinusları nisbətləri bərabərdir. Yəni, məsələn, tutaq ki, A tərəfi və onun sinusunun A bucağının sinusu, B tərəfi və onun B bucağının sinusu və C tərəfi və onun bucağının sinusu ilə nisbətləri bərabərdir və bərabərlikdə bu şəkildə yazılır. Bərabərliyin necə alındığına baxmaq istəsək, bunun əvvəlki dərslərimizdə biz bucağın trigonometrik nisbətlərini yazmışdıq və bucağın sinusu, kosinusu və tangesi haqqında, nisbətləri haqqında bir fikrimiz vardı və həmin qaydadan istifadə edərək bunun doğruluğunu göstərmək mümkündür asanlıqla. Yəni, məsələn, tutaq ki, biz bu bucağın, A bucağının sinusunu tapmaq istəsək, onda nə etməliydik? Bucağın qarşısındakı tərəfi hipotenuza bölürdük, düzbucaqlı üçbucaqda. Yəni, HC bölünsün B bərabər olmuş olurdu sinus bucaq A-ya. Eyni qayda ilə B bucağı üçün də yazsaq, HC bölünsün A bərabərdir sinus bucaq B-yə. Və buradan tənasübdən istifadə etsək, HC-nin B sinus A bucağı olduğunu və eyni zamanda digərində də HC-nin A sinus B bucağı olduğunu görürük. Hər ikisi HC-yə bərabər olduğu üçün bu bərabərliyi yazsaq bu şəkildə olar ki, B sinus bucaq A bərabərdir A sinus bucaq B-yə. Və buradan da hər tərəfi ifadələrdən digərinə bölsək, yəni bunu bir şəkildə tənasüb kimi göstərə bilərik. Yazarıq ki, B bölünsün sinus bucaq B bərabərdir A bölünsün sinus bucaq A. İndi buna aid bir nümunə misala baxaq. Nümunə misalda, məsələn, tutaq ki, bizə belə bir üçbucaq verilib, iti bucaqlı üçbucaq və burada bizdən bu A tərəfini soruşur. Onda biz asanlıqla həmin sinuslar teoremini istifadə edib belə yaza bilərik. A bölünsün sinus bucaq 45 dərəcə bərabərdir 4 kök altında 6 bölünsün sinus 60 dərəcə. Və hər bir trigonometrik funksiyanın bu dərəcələrdəki qiymətlərini biliriksə, bilirik ki, A bölünsün demək 1 bölü kök altında 2 alır 45 dərəcədə sinus və eyni zamanda 4 kök altında 6 sinus 60 dərəcədə kök altında 3 bölünsün 2 alır. Və tənasübdən istifadə edərək asanlıqla tapmaq mümkündür ki, deməli, kök altında 3A bölünsün 2 bərabərdir 4 kök altında 6 bölünsün kök altında 2. Və buradan da alırıq ki, A bərabərdir 8-ə.